Salam Ayır hocam, sabahınız xeyir, gününüz uğurlu olsun. Allah işinizi onam eləsin, canınızı sağ eləsin hocam. Mən sizin yayımlarınızı izləyəndən, sizin canlılarınıza qatılandan mən çox şeylər tapdım. Evimdə, qapımda, bacamda çox büyülər, çox əməllər tapdım. Tapdıqlarım nə oldu? İlk əvvəl saplar tapdım. Qalın-qalın, 7 irəkdən ibarət olan saplar idi. Sap tapdıq. Ondan sonra bir neçə dənə qapımdan yumurta tapdım. Lax yumurtalar idi. Ondan olacaq evimizin pəncərəsinin altından ağ yağlar idi, çəkilmişdi. Yağlar tapdım və yaxud da çörək bişirdiyimiz yer. İndi biz kənd yerindəyik. Çörək bişirdiyimiz yerdə elə bil divarlarında da yenə yağlar var idi. Onu tapdım. Sonra sizi canlınıza qoşuldum. Çox sağ olun, çox təşəkkür edirəm. Allah köməyiniz olsun, Allah canınızı sağ eləsin. Ağacın dibindən, nar ağacının dibindən yanmış toyuq sümüyü tapdım. Və də gilas ağacına yaxın bir yerdə isə canavar dişi tapdım. Və bunun hamısı sizin sayənizdə oldu və sizin videolarınızı hər zaman izləyirəm. Canlılarınıza qatılıram. Allah köməyiniz olsun. Necə ki siz mənim köməyimdə, dayağımda durursunuz. Allah da eləcə sizin köməyinizdə dursun. Dualarım sizinlə. Sizə çox minnətdaram. Allah balalarınızı qorusun. Siz mənə çox köməklik elədiniz. Və canlılara zəh vuranda mənim sualıma cavab verdiyiniz üçün sizə çox təşəkkür edirəm və sizi çox sevirəm. Allah sizi həmişə qorusun. Allah sizin həmişə canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Allah hər zaman köməyinizdə dursun və siz bizim köməyimizdə durursunuz, dayağımız olursunuz. Allah da sizin köməyiniz, dayağınız olsun. İndidəki elə bil yumurta dediniz, inşallah onu da taparam. Əminəm ki taparam. Və dediyiniz duayı da yazdım. Duanı da yazdım. 41 günlük duanı, dünənki duanızı yazdım. Başqaltına, bancımın içinə qoydum. Və sizi çox sevirəm, çox təşəkkür